Milli təhsil brendimizi yaratmaq üçün qarşımıza bir hədəf qoyduq. Övladlarımız görərək, toxunaraq öyrənsinlər. Sərbəst və xoşbəxt olsunlar, şən yaşasınlar dedik. Milli duyğularını itirmədən, dəyərlərə hörmət edən, vicdanlı, ədalətli, millətinə və dövlətinə sədaqətli bilgə insan yetişdirmək üçün and içdik. Hədəfimizdən yayınmadıq. Yolumuzdan dönmədik. Yola çıxdıq və sübut etdik ki, biz bacararıq. Əzmlə, sevgi ilə hədəf konseptini yaratdıq. Hədəf İsteham Liseyi, hədəfi böyük olanların liseyidir. Hədəfimiz, hədəfiniz olsun. Salam, hörmətli tamaşaçılar. Hədəf Liseyinin dəstəyi ilə dərs saatı verilişi efirdədir. Dərsimiz Azərbaycan dili, mövzumuz üslubiyyatdır. Üslubiyyat bəhsində bu və ya digər dilin üslubi imkanları öyrənilir. Dilçilikdə üslub, dil vasitələrindən məqsədyönlü istifadə üsuludur. Üslubiyyat ancaq dilçilik anlayışıdır və üslub isə daha geniş məzmuna malikdir. Üslublar özünü iki baxımdan göstərir: funksional üslublar və fərdi üslublar. Ümumi yaxud ictimai baxımdan funksional üslublar meydana çıxır. Xüsusi yaxud şəxsi baxımdan isə fərdi üslublar yaranır. Funksional üslublar birlikdə ədəbi dilin təşkil edir. Ədəbi dilin ümumi fonetik, leksik və qrammatik normaları onun funksional üslublarını hər biri üçün məcburidir. Yəni, hər hansı bir söz həm elmi, həm məişət və digər üslublarda eyni cür yazılır. Lakin elə xüsusi normalar da var ki, onlar yalnız bir üslub üçün xarakterikdir, yalnız bir üsluba aiddir. Məsələn, terminlərin sıxlığı elmi üsluba aiddir, obrazlılıq bədii üsluba aiddir. İctimai təfəkkürdə diferensiasiya prosesi gedir, yəni ixtisaslaşma. Bu proses funksional üslubların bir-birindən daha çox fərqlənməsinə şərait yaradır. İctimai təfəkkürdə inteqrasiya hər bir insanın fərdi maraq dairəsinin genişlənməsi prosesi də gedir ki, bu prosesdə funksional üslubların bir-birinə yaxınlaşmasına şərait yaradır. Fərdi üslub. Fərdi üslublar funksional üslublardan fərqli olaraq xüsusi səciyyə daşıyır və əsasən bir şəxsə, fərdə aid olur. Məsələn, Sabir üslubu, Mirzə Cəlil üslubu və s. Fərdi üslub ədəbi dilin normalarına tabe olsa da, ədəbi dili təşkil etmir. Fərdi üslub bu və ya digər funksional üslubda təzahür edə bilər. Amma funksional üslubların heç də hamısı fərdi üslubda yer ayırmır. Məsələn üçün, fərdi üslub bədii üslubda hər hansı bir obrazın xarakterini vermək, göstərmək üçün istifadə oluna bilər. Lakin elmi üslubda fərdi üsluba yer verilmir. Üslub bu və ya digər bir dilin üslubu imkanlarının təzahürüdür. Dilin üslubu imkanları nə qədər genişdirsə, deməli, dil də bir o qədər zəngindir. Funksional üslublar özləri isə 5 yerə bölünür. Bədii üslub, məişət üslubu, elmi üslub, publisistik üslub və rəsmi işgüzar üslub. Azərbaycan dili 100 illər boyu daha çox şeir dili olaraq inkişaf etmişdir. Və buna görə də Azərbaycan dilinin elmi üslubu bədii yaxud publisistik üslublar qədər geniş inkişaf etməmişdir. Daha sonraki dövrün məhsuludur. Bunun əsas səbəbi isə elmin, intellektin beynəlmiləlçi xarakteri ilə bağlıdır. Ədəbiyyat milli zövqü, publisistika isə milli ictimai marağı əks etdirdiyi halda elmin metodları bəşəridir, yəni qlobaldır. Dilin üslublarını və üslubu imkanlarını öyrənən dilçilik sahəsinə üslubiyyat deyilir. Üslubiyyatın əsas vahidi üslubdur. Üslub dedikdə dil vasitələrindən məqsədyönlü istifadə imkanları nəzərdə tutulur. Dilçilikdə qeyd etdiyimiz kimi üslub anlayışı iki yerə bölünür: funksional üslublar və fərdi üslublar. Funksional üslublar dilin imkanlarından ümumi yaxud da ictimai baxımdan məqsədyönlü istifadə kimi nəzərdə tutulur. Fərdi üslub isə qeyd etdiyimiz kimi dilin imkan və vəsaitlərindən xüsusi istifadəni nəzərdə tutur. Funksional üslublar milli ictimai təfəkkürün
mövqeyini əks etdirir. Bu üslublar cəmiyyətdəki funksiyasına görə bir-birindən fərqlənirlər. Fərdi üslub isə funksional üslublardan fərdi xüsusiyyət daşımasına görə fərqlənir. Üslub üslubiyyat anlayışından daha böyükdür. Ən çox istifadə olunan, işlədilən üslub məişət üslubudur. Ədəbi dilin aparıcı üslubu isə bədii üslubdur. Bədii üslub başqa üslublardan müqayisədə daha qədim və daha zəngindir. Bədii üslub adətən ümumxalq dilinə əsaslanır. Xalq təfəkkürünün məhsulu olan sözlər, ifadələr, hətta dialektizmlər də həmin üslubda işlənə bilir. Ədəbi dildə dialektizmlərin, vulqar və loru sözlərin, varvarizmlərin işlənməsi xarakterik deyil. Lakin bunu işlədərkən müəllif qəhrəmanın xarakterini, onun həyat tərzini, danışıq tərzini ötürmək üçün oxuculara bu informasiyanı ötürmək üçün istifadə edə bilər. Bədii üslub milli bədii təfəkkürün ifadəsi olub, obrazlı, emosional, başqa sözlə desək, ekspressiv nitq vahididir. Azərbaycan ədəbi dilinin tarixində bədii üslub həmişə aparıcı mövqeyə malik olubdur. Müəyyən mərhələlərdə isə bütövlükdə ədəbi dili təmsil etmişdir. Bədii üsluba şeirlərin, hekayələrin, romanların, bir sözlə bədii əsərlərin dili daxildir. Bədii üslubun əsas göstəricisi obrazlılıq və emosionallıqdır. Emosionallıq digər sözlə ekspressivlik də deyə bilərik. Obrazlılıq əsasən 3 səviyyədə özünü göstərir. Fonetik səviyyədə, leksik və qrammatik səviyyədə. Fonetik səviyyədə obrazlılığın göstəriciləri nələr daxildir? Bura alliterasiya, assonans və intonasiya daxildir. Alliterasiya dedikdə bədii nümunədə sözlərin əvvəlində eyni saitin və ya samitin təkrarən işlənməsidir. Car çəkir çarxların çaxnaşıq səsi. Gördüyünüz kimi bu nümunədə sözlərin əvvəlində ç səsinin təkrarlanması alliterasiya yaratmışdır. Assonans dedikdə isə bədii nümunədə artıq sözün yalnız əvvəlində deyil, müxtəlif yerlərində səslərin təkrarıdır. Kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Bu nümunədə biz sözün müxtəlif yerlərində A səsinin təkrarını görürük. Bu da bu nümunədə assonans yaradır. İntonasiya, qeyd etdiyimiz kimi intonasiya sözlərin, bədii nümunələrin xüsusi intonasiya ilə deyilməsidir. Bədii üslubun fonetik səviyyədə göstəricisidir. Ölünün rahəti çoxdur, qulağı dinc, başı dinc, hamıdan gizli qalan bir qapalı xanəsi var. Burada xüsusi intonasiya ilə deyilir və bu da bədii üslubun fonetik səviyyədə göstəricisidir. Bədii üslubun leksik səviyyədə göstəricilərinə isə bədii təsvir vasitələrini göstərə bilərik. Daha çox sözlər vasitəsilə olur leksik səviyyədə göstəricilər, epitet, təşbeh, metafora, mübaliğə, kinayə, frazeologizmlər məhz bədii üslubun leksik səviyyədə göstəriciləridir. Bədii üslubun leksik səviyyədə göstəricilərinə həm də amonimlik, sinonimlik və antonimlik yaradan sözlər də daxildir. Lakin bu sözlər o zaman bədii əsərdə leksik səviyyədə obrazlılıq yaradırlar ki, onlar həmin mətnin içində antonimliyi, sinonimliyi və amonimliyi olsun. Gəlin nümunəyə baxaq. Açıldı yazım, söhbətim sazım, sən hünər göstər, mən şeir yazım. Gördüyümüz kimi burada yaz sözü amonimlik bildirən sözdür. Həm feil, yazmaq feilini bildirir, həm də fəsil adı bildirən isimdir. Və bu şeirdə bədii nümunənin içində onlar leksik səviyyədə bədii üslubun göstəricisidirlər. O nədir ki, baldan şirin, zəhərdən acı. Verilən bu nümunədə də, bədii nümunədə şirin və acı sözləri antonimdirlər və leksik normanın göstəriciləridir. Dünyadan qovulan kədər qəm olsun, qəzəbin, nifrətin, bəxti kəm olsun. Verilən bu nümunədə də kədər və qəm sözləri sinonimlik yaradırlar və leksik normanın göstəriciləridirlər. Qrammatik səviyyə. Bədii üslubun qrammatik səviyyədə göstəriciləri daha çox cümlə ilə bağlı olurlar. Obrazlılığın qrammatik səviyyədə göstəricilərinə daxildir. Söz sırasının pozulması, inversiya. Bildiyimiz kimi, bəzən bədii nümunələrdə, daha çox şeirlərdə söz sırası dəyişilir. Xəbər cümlənin sonunda olmalı olduğu halda cümlənin ortasında, əvvəldə verilə bilər. Məsələn, bizim nümunəmizdə olduğu kimi. Nədəndir qəlbində bu fırtınalar? Nədəndir xəbərdir və cümlənin sonunda olmalı olduğu halda cümlənin əvvəlində vermişdir. Bu inversiya adlanır. Qrammatik səviyyənin digər göstəricisi isə müxtəlif söz birləşmələrinin və cümlələrin təkrarıdır. Dağlara bax,
dağlara, qara geymiş dağlara, səslərəm ana səni, ünüm düşdü dağlara. Gördüyümüz kimi dağlar sözünün təkrarı burada qrammatik səviyyənin göstəricisidir. Qrammatik səviyyənin digər bir göstəricisi isə ellipsisdir. Ellipsis nədir? Sözlərin yaxud şəkilçilərin ixtisarı. Gözüm su içməyir heç xuramandan, onu başqa ruhda böyütmüş zaman. Burada böyütmüşdür. Şəxs sonluğu buraxılmışdır, şəkilçi buraxılmışdır və şəkilçinin sözlərin bu cür buraxılması ellipsis adlanır. Cümlələrdə ellipsis və ya inversiyanın olması həmin cümlələri qeyri-normativ cümlələrə çevrilir. Bu cür cümlələr məhz qeyri-normativ cümlələr adlanır. Gedirdim, güzarım düşdü bulağa. Gördüyümüz kimi bu nümunədə gedirdim, güzarım düşdü bulağa. İnversiya vardır, söz sırası dəyişilmişdir. Bu da qeyri-normativ cümlə yaratmışdır. Baxışların alov olsun, kirpiklərin ox. Olsun sözü birinci vergüldən əvvəl işləndiyi halda ox sözündən sonra işlənməmişdir, buraxılmışdır. Qız yükü, duz yükü, burada da ellipsis vardır. Qız yükü, duz yüküdür şəklində işlənməli idi və şəkilçi buraxılmışdı. Bu cümlədə sözün, ikinci cümlədə isə şəkilçinin buraxılması ellipsisdir və yuxarıda da qeyd etdiyimiz kimi inversiyanın və ellipsisin işləndiyi cümlələr qeyri-normativ cümlələr, konstruksiyalar adlanır. Elmi üslub. Elmi üslub, elmi təfəkkürün təzahür forması olub, müxtəlif elm sahələrinin, dərsliklərin, bu sahələrlə əlaqədar olan kitabların, monoqrafiyaların, elmi məqalələrin dilidir. Şərh etmək, izah etmək, müəyyən bir məsələ haqqında elmi fikir söyləmək, nəticə çıxarmaq bu üslub üçün səciyyəvidir. Elmi üslubda bu üsluba xas olan sözlər, yəni terminlərdən istifadə olunur. Hər elmin özünə məxsus terminoloji lüğəti, terminologiyası vardır. Elmi üslubda beynəlmiləl terminlər çoxluq təşkil etsə də, milli terminlərimiz də vardır. Məsələn, qoşma, bağlayıcı, təyin, bunlar milli terminlərimizdir. Elmi üslubda mürəkkəb cümlələrdən, modallıq bildirən söz və ifadələrdən, qrafiklərdən, düsturlardan daha çox istifadə olunur. Burada fikirlər, hökmlər, cümlələr və ifadələr tək mənalı olur. Elmi üslubda çox mənalılığa yol verilmir. Məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik, termin sıxlığı elmi üslub üçün xarakterikdir. Publisistik üslub. Publisistik üslub milli ictimai təfəkkürü ifadə edən nitq formasıdır. Bu üslubda hamı üçün mənası aydın və anlaşıqlı olan ifadələrdən istifadə olunur. Qəzet və jurnalların, radio və televiziyanın, elmi kütləvi kitabların dilidir. Bu üsluba mətbuat dili, qəzet dili, elmi kütləvi dil, televiziya dili də deyilir. Publisistik üslub əsasən iki formada özünü göstərir: şifahi və yazılı. Şifahi publisistika radio və televiziyanın dilidir. Kütləvi yığıncaqlarda, çıxışlarda səslənən dil də şifahi publisistikaya aiddir. Yazılı publisistika isə qəzet və jurnalların, elmi kütləvi məqalələrin, kitabların dilidir. Şifahi və yazılı publisistika dil cəhətdən bir-birindən bir o qədər də fərqlənmir. Publisist üslubun lüğət tərkibi anlaşıqlı olmalıdır, hamı tərəfindən başa düşülməlidir. Bu üslubda mücərrəd obrazlılıqdan və ağır terminologiyadan istifadə etmək olmaz. Publisistik üslub kütləvi nitq forması olduğundan xalq dilinə daha yaxındır. Məişət üslubu. Məişət üslubu gündəlik həyatda, ailədə istifadə olunan ədəbi dildir. Məişət üslubu sadə, təbii danışıq dilidir. Məişət dili əsasən şifahi formada mövcuddur. Lakin telefon vasitəsilə göndərilən mesajlar məişət üslubunun yazılı formasına aiddir. Məişət üslubunu səciyyələndirən əsas cəhət nitqin sərbəstliyi və təbiiliyidir. Lakin ədəbi dilin tələbinə görə burada da cümlələri səliqəsiz qurmaq, istənilən söz və ya bir ifadədən istifadə etmək doğru deyil. Necə ki demişdik, normalar, fonetik, leksik və qrammatik normalara məişət üslubunda da riayət olunmalıdır. Rəsmi işgüzar üslub. Rəsmi işgüzar üslub milli dövlətçilik, idarəçilik təcrübəsi olan yerdə formalaşır. Azərbaycan ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan daha gec formalaşmışdır. Bu üslubun əsas göstəricisi fikrin, yəni informasiyanın standart formalarda yığcam verilməsidir. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir. Fərdi nitq ünsürlərindən qaçılır, yəni onlara yol verilmir. Lüğət tərkibi yığcam, sintaksisi məhdud, normallığı isə möhkəmdir. Rəsmi işgüzar üslub iki formada özünü göstərir. Rəsmi üslub, rəsmi sənədlərin dili və işgüzar sənədlərin dili. İndi isə gəlin test nümunələri ilə tanış olaq.
Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir. Rəsmi işgüzar üslubda fərdilik var. Fərdi üsluba mövcud ictimai tarixi şərait yetişdirir. Fərdi üslub bu və ya digər fərdin ümumi dünya görüşü, təfəkkürü ilə yanaşı, dövrü, bir sıra hallarda hətta ovqatı ilə də xarakterizə olunur. Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir. Səhv olan cavabımız D bəndidir. Çünki biz qeyd etdik ki, fərdi üslub özünü, yəni Mirzə Ələkbər Sabirin üslubu, Cəlil Məmmədquluzadənin üslubu özünü bədii üslubda göstərə bilər. Digər elmi üslubda, rəsmi işgüzar üslubda isə fərdi üsluba yer verilmir. İkinci test. Fərdi üslub haqqında fikirlərdən biri düzgündür. Fərdi üslub bu və ya digər fərdin ümumi dünya görüşü, təfəkkürü ilə yanaşı, ovqatı ilə bağlı deyil. Fərdi üslubun ən barıq ifadəsi elmi üslubdur. Fərdi üslub bəzən bir qrup şair və yazıçıya da aid ola bilər. Fərdi üslub funksional üslubların çoxunda özünü göstərmir. Deməli, düzgün olan variantı seçməli isə A bəndi səhvdir. Biz dedik ki, fərdi üslub məhz fərdin dünya görüşü ilə bağlıdır. A bəndi səhvdir. B bəndi. Fərdi üslub ən qabarıq ifadəsi dedik, bədii üslubdadır. B bəndi də səhvdir. Fərdi üslub bəzən bir qrup şair və yazıçıya aid ola bilər. Deməli, bu da səhvdir. Fərdi üslub bəzən deyil, elə məhz həmişə müəyyən bir yazıçı və şairin üslubundan ibarət olur. Düzgün cavab D bəndidir. Fərdi üslub funksional üslubların çoxunu özünü göstərmir. Bəli, çoxunda özünü göstərə bilmir, özünü bədii üslubda göstərə bilir. Növbəti testimiz əvvəllər bütün üslublar hansı elmin tərkibinə daxil olmuşdur? Dilçilik, fəlsəfə, təbabət və riyaziyyat. Əvvəllər üslubiyyat daha çox dilçilik elminin tərkibinə daxil olmuşdur. Növbəti testimiz mən filan kəs, atam filan kəs və gördüyümüz kimi öz ailə üzvləri haqqında məlumat verilir bu nümunədə və bu ifadələr hansı işgüzar sənətə aiddir? Ərizə, məktub, izahat və tərcümeyi hal. Biz özümüz haqqında, ailə tərkibimiz haqqında tərcümeyi halda məlumat veririk. Odur ki, doğru cavab D bəndidir. Əziz oğlum Nəcəf, bu sözlər hansı sənədə aiddir? Biz bildiyimiz kimi məktubu məhz bu sözlərlə başlaya bilərik. Əziz oğlum Nəcəf. Doğru cavab B bəndidir. İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir. İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumatın verilməsi. B bəndi. İşgüzar sənədlərin mütəxəssislər tərəfindən tərtib edilməsi. C bəndi. İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Və D bəndi ərizə, tərcümeyi hal, bildiriş, arayış, protokol və sairə işgüzar sənədlərə aid edilir. Bizdən səhv olan variant istənilir və burada A, B, D variantlarında doğru məlumatlar verilmişdir işgüzar sənədlər haqqında. C bəndi isə yanlışdır, çünki işgüzar sənədlər də dövlət əhəmiyyəti daşıyır və məhz rəsmi işgüzar üslubun tərkib hissəsidir. Bununla da dərsimiz başa çatdı. Xatırladaq ki, dərs saatı verilişi Hədəf Liseyinin dəstəyi ilə hazırlanır. Sağ olun.